Ərəb dilində ən birinci hərf ən rahat hərfdir, şükür Allaha. Fikir verin, sadəcə üstdən aşağı bir xətt çəkməklə birinci hərflə artıq tanış olduq. Əlif hərfidir, bizdəki ə səsini bildirir. Rahatdır, ə. Bismillah. İkinci hərf bə, boşqab. Boşqaba oxşur, sanki boşqabdır və bir düyü kənara düşüb. Bə, bə. Tə, təbəssüm. Bu, WhatsAppda və ya digər sosial şəbəkələrdə təbəssüm smiley-nə oxşuyur. Tə, tə, təbəssüm. Bu da tədir. Bu, sə, sə hərfidir, pərtək. Dilin ucu, qabaq dişlərin ucuna dəyir. Sə. Bu, cim, r-yə oxşuyur. Cim nöqtənəndir. Bu, hə. Bu, xa. Bu, dəl, d hərfidir. Bu, zəl, pəltək. Necə ki, sində biz deyirik ki, pəltəkdir, zəldə də pəltək tələffüz olunur. Zəl. Bu, ra. Bu, zəy. Bu, sin. İki dənə balaca dalğa və böyük dalğa. Bu isə şin. Bu, sad. Dad. Bu, ta. Burada da tə var idi. Tə. Amma bu isə a səsinəndir. Pa. Bu qalındır. Bu amma incədir. Əlif, bə, tə. Sonra va, pəltək. Va, pəltək, amma a səsi ilə. Va. Buradakı zəl ki var idi. Dəl, zəl. Bu da pəltəkdir, amma ə səsindəndir. Bu isə va, a səsindəndir. Ayn. Qayn. Fə. Qaf. Kəf. Ləm. Mim. Nun. Hə. Vav. Yə. Vav deyərkən bizdəki vav yazılır, amma dəqiqlikdə vav dodaq dişə dəyməməlidir. Bizə dodaqlar dişə dəyirlər, v deyəndə, vasif, vav. Amma ərəblərdə dodaq dişə dəyməməlidir, yumru forma almalıdır. Wow. Və bu cür formada biz artıq ərəb əlifbasının bütün hərfləri ilə tanış olduq Allah Taala'nın köməyi ilə. Elhamdülillah.